Mühüm bir məsələ. Qur'anın müxalifləri, Qur'anın düşmənləri cəhənnəmlikdir. Ayə nə buyurur? Füssülət surəsinin 28-ci ayəsidir. Allahın düşmənləri üçün cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalacaqlar. Ayələrimizə qarşı gəldikləri üçün, ayələrimizə qarşı çıxdıqları üçün onların mükafatı yalnız cəhənnəm olacaqdır deyə uca Rəbbimiz buyurur. Deməli, Əhl-i Beyt Qur'anın sifətinə sahib olduğu üçün Əhl-i Beytə qarşı çıxmaq, onları incitmək, onları təhqir etmək, eyni ilə Qur'ana qarşı çıxmaq, Qur'anla düşmənçilik etmək qədər böyük, kəbirə günahlardandır və Əhl-i Beyt düşmənləri də Qur'an düşmənləri kimi əbədi cəhənnəm oduna layiqdirlər.